Bugün Milli Qəhrəmanlar Təşkilatı Nizam rayon nümayəndələrinin ofisində əfsanavi qəhrəmanımız Fəxrəddin Şahbazovun həyat yoldaşı Nəsbə xanım qonağımız oldu. Təbii ki, biz hər zaman milli qəhrəmanlarımızı ziyarət edirik, onların ailələrində olan bəzi məsələ, problemlərlə maraqlanırıq. Onların hər zaman çalışırıq ki, yanlarında olaq və ən əsası da milli qəhrəmanlarımızın təbliğatını aparaq. Yəni, milli qəhrəmanlarımızı gələcək nəsillərə qəhrəmanlığını çatdıraq. Gələcək nəsillər milli qəhrəmanlarımızın qəhrəmanı ilə böyüsün. Bu günlər isə Nəsbə xanım özü bizim ofisimizə gəlib. Biz sizin darıxmışdıq və yerimizi öyrənib və gəlib Nizam rayon nümayəndəliyində olan ofisimizə. Nəsbə xanım, xoş gəlmişsiniz. Siz bizim dəyərlimizsiniz. Siz bu torpağın, bu millətin, bu xalqın qəhrəman övladını bizə qoyub getdiyi yadigarısınız və siz və sizin övladlarınız. Nə yaxşı sizin kimi insanlar var. Ona da qeyd edim ki, Nəsbə xanım hər zaman milli qəhrəmanlarımızın tədbirlərini keçirdiyimiz zaman fəal iştirak edən bir milli qəhrəmanımızın ailə üzvüdür. İki gözəl balası var, nəvələri var. Allah onlarını canı eləsin. Allah qəhrəmanlıdır. Fəxrəddinimiz də var. Fəxrəddin o yox idi ama o vaxt gələndə. Sonradan Fəxrəddin dünyaya gəldi, yoxsa necə? O vaxt var idi. Balacaydı, mən görməmişdim. Mən o birisini görmüşdüm, futbolistə. O Fəxrəddin odur. O çox da mərd bir, elə uşaqlıqda da mərdliklə görülən bir uşaq idi. İndi maşallah böyüyər. Siz nə deyərdiniz? Arkamızda olmuşuz. Fəxrəddin təbliğat, dönə təbliğatlarla məşğul olmuşuz. Fəxrəddin də həmən o milli qəhrəmanların sırasında olub. Sağ olun, Allah köməyiniz olsun. Bu qədər. Borcumuzdur. Borcumuzdur. İnşallah gəlib sizi də ziyarət edəcəyik. Allahın izni ilə ziyarət edəcəyik. Sağ ol.